Azad Şabanov ilk dəfə may ayında Heydər Əliyev Sarayında baş tutan Bir Əsər adlı konsertində səsləndirdiyi Qızın mahnısını dinləyicilərə təqdim edib. Musavat.com xəbər verir ki, sənətçi bu mahnının illər öncə Sofiya adlı bir qıza yazıldığını bildirib. Mahnının sözləri və musiqisi İsmail Əsədova məxsusdur. Səhnədə Azad Oyuq Uşaq Teatrının istedadlı aktyorları və əməkdar artist Həcər Ağayeva yer alıb. Onlar həmin əsəri yaradıcı şəkildə səhnələşdiriblər. Sənətçinin Qızın mahnısını bütün musiqi platformalarında dinləyə bilərsiniz. Qeyd edək ki, Azad mahnını ilk dəfə konsertində səsləndirərək səhnədən selektiv abortlara diqqət çəkən ilk müğənni olub.